Temperatur əmsallı 2 olan reaksiyanın temperaturunu 80 dərəcə Selsiusdan 110 dərəcəyə qədər artırdıqda reaksiya sərf olunan zaman necə dəyişir? Deməli biz reaksiyada birinci sürətin dəyişməsinə baxaq. Sürət VT2 bölünsün VT1 bərabərdir qamma üstü T2 çıxılsın T1 bölünsün 10. Burada biz bunu tapmalıyıq. Qammamız yəni 2-dir. 110'dan 80'a yani 110 çıxılsın 80 110 dərəcəyə qədər artırılıb bölünsün 10. O da bərabərdir 2 üstü 3 yəni eləyir 8. Deməli sürət 8 dəfə artırsa çünki VT2 bölünsün VT1 bərabərdir tau 1 bölünsün tau 2. Yəni sürət 8 dəfə artıbsa zaman 8 dəfə azalacaq uşaqlar. Deməli cavabımız olacaq A variantı.